Əziz dostlar, axşamınız xeyir olsun. Sizi növbəti şəhərimizdən salamlayıram. Bu dəfəki videom axşama təsadüf elədi və bugün sizə axşamüstü Türkiyənin gözəl şəhərlərindən biri olan Kahramanmaraşı göstərəcəm. Baxın, bu gözəl binalar, bu gözəl küçə, restoranlar Kahramanmaraşın mərkəzi küçələrindən biridir. Və bu küçə Bin Evlər küçəsi adlanır. 12 Şubat ilçəsi Bin Evlər caddəsi adlanır bura. Çoxlu restoranlar, kafeler var burada, mağazalar və insanların, əsasən də gənclərin, ailələrin gəzdiyi yerdir. Bəli, biz geri dönüşdə dedik Kahramanmaraşı da görək, istirahət edək. Bura çünki gəlməmişdik. Şəhər də oradan da bizi çox təəccübləndirdi. Çox gözəldir. Baxmayaraq ki, bu yaxınlarda bilirsiniz 2-3 il əvvəl 6 fevral çox güclü zəlzələ olmuşdu və zəlzələdən ən çox zərər görmüş şəhərlərdən biri də Kahramanmaraş idi. Amma burada belə bir məsələ var. Kahramanmaraşın bir hissəsi dağlıq ərazidə yerləşir. O cümlədən hal-hazırda bizim olduğumuz yer çox yüksəkdə yerləşir. Demək olar ki, dağın ətəyində. Bu binalar da son 15-20 il ərzində tikilən binalardır. Bu ərazilər çox zərər görməyib zəlzələdən. Amma əsasən ovalıq hissə, köhnə Kahramanmaraşın ərazisi, yəni yerlə bir olub desək, səhv olmaz. Düzdür, biz oraları görmədik. Soruşduq insanlardan, onlar dedilər. Kahramanmaraşın 11 ilçəsi var. 11 ilçəsi var və nüfuzu 1.200.000-ə yaxın əhalisi var. Yəni böyük şəhərlərdən biridir. Bir çox şey ilə məşhurdur. Kahramanmaraş deyəndə elə birinci ağla Maraş dondurması gəlir. Doğrudan da çox dadlıdır. Bu məsələn turistlərin, yəni gənclərin ağlına gəlir. Bir də Kahramanmaraşda məsələn adından da göründüyü kimi bir qəhrəmanlıq sənnaməsi var. Bu da təsadüf eləyir 1973-cü il Qurtuluş Savaşına. Ümumiyyətcə bu savaşın təməli Kahramanmaraşda atılıb. O zaman Südçü İmam adlı bir şəxs erməni və fransız əskərlərinin bir xanıma təcavüz etməsinə göz yummamış və düşmənə ilk gülləni Südçü İmam atmışdı tarixdə və Qurtuluş Savaşının əsasını qoymuşdu, qoyanlardan biri olmuşdu. Və şəhər 72 gün düşmənə müqavimət göstərərək düşməni geri püskürtmüş, geri oturtmuş və bundan sonra dünyada ilk İstiqlal medalı alan şəhər ünvanı almışdır Kahramanmaraş. Bəli, bu çox maraqlı məlumatlardır, tarixdir. Şəhərin necə önəmli bir şəhər olduğunu göstərir Türkiyə üçün və sonradan şəhərin adının önünə Kahraman sözü də əlavə olunmuşdur. Maraş olmuşdur Kahramanmaraş. Bəli, belə hadisələr olub Kahramanmaraşda. İndi şəhərdə hər şey öz qaydasında, hər şey axarı ilə davam edir. Hər yerdə uşaqları görə bilirsiniz. Hər şey öz sürəti ilə inkişaf edir. Baxın, necə gözəl restoranlar, kafeler var bu küçədə. Və diqqətimizi çəkən oldu ki, Kahramanmaraş çox yaşıl bir yerdir. Çoxlu ağaçlar, yaşıllıqlar. Şəhər tərtəmizdir. Bunlar hamısı çox yaxşı hallardır. Və şəhərin bir çox yerində inşaatlar var. Şəhərin bir çox yerində inşaatlar davam edir, binalar tikilir. Bu ərazi də çox gözəldir, baxın. Hündür mərtəbəli binalarda artıq 200-300 metr gəlmişəm. Bilgi verə-verə buraları sizə göstərirəm. İnşallah bugün burada qaldıqdan sonra artıq Alanya tərəf hərəkət etməyə başlamışıq. İstirahat edə-edə qaydırıq.
və fürsət var ikən olmadığımız, görmədiyimiz yerləri də həm özümüz görürük, həm sizinlə paylaşmaya çalışıram. Yeni gələn abunəçilərimizi, takipçilərimizi hamısını salamlayıram. İzlədikləri və dəstək verdikləri üçün təşəkkür edirəm. Sol tərəfdə palma ağaçları, sağ tərəfdə isə gözəl kafelər, restoranlar, mağazalar. Karaca da var burada. Sonra Kahramanmaraş öz biberi ilə, qırmızı biberi ilə məşhurdur. Qırmızı biber burada populyardır. Xüsusi yeməkləri var. Onların da dadına baxa bilərsiniz. Maraqlı restoranlar çoxdur burada. Otel olaraq çox böyük seçim yoxdur. Desəm səhv eləmərəm. Digər şəhərlərə nisbətən. Yəni araşdırma verdiyiniz zaman çox otel seçimine rast gelmək olmur. Milyonluq böyük şəhərdir Kahramanmaraş. Görüləsi yerlər çoxdur. Əsasən təbiət qoynunda olan bir yerdir. Yaşıllıqlar, göllər, daş köprüsü var. Sonra burada da cam terası olan bir mənzərəli yer var. Eğer sabah vaxtımız olsa bu yerləri görməyə çalışacağıq. Önümüzdə də böyük bir məscid var. Hal-hazırda azan verilir. Belə hörmətli dostlar, Binevlər Caddəsinin sonuna gəldim. O baştan sona kadar ümumi olarak buraları göstərdim və Kahramanmaraş haqqında bildiklərimizi paylaşdım. Bununla da videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.